Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Həmçinin Allah'ınları bu ayın sonunda necə ki zikr elədik, Allah'ı tekbir eləmək vardır. Bu ay tamamlandıktan sonra, oruç tamamlandıktan sonra insan Allah'ı tekbir edir. İbn Mesud, İbn Abbas radıyallahu anhuma deyir ki, Müslümanların üzerinde hak dışı Allah Şavval'ın hilalını gördükdə neyləsinlər? Bayram tekbirlerini getirsinler, Allah'ı zikr eləsinlər. Bunu Allah Subhanahu wa Ta'ala kitabında emir eləmişdir. وَلِتُكْمِلُوا الْعِدَّةَ Yani gün ayı tamamladıktan sonra, günleri tamamladıktan sonra وَلِتُكَبِّرُوا اللّٰهَ عَلَى مَا هَدَكُمْ Sizler verdiği hidayete göre Allah'ı büyük tutursuz tekbir edirsiniz. Allah Subhanahu wa Ta'ala bunu emir eləmişdir. Zikirde necə olunur? Onu biz qarşıda dedik, İbn Mesud necə eləmişdir və biz onu bildik. Həmçinin ey müminlər, biz bu Ramazanı vidalaşırıq, bir neçə günə Ramazanla vidalaşırıq. Biz öz nəfslərimizi hesaba çəkməliyik. Kim öz nəfsində müvəffəqiyyət görürsə də, Rəbbinə olan itaətdə ciddiyyət görürsə də, bunun üçün Allah'a həmd eləsin və sabit qalmanı istəsin və artırsın. Yolun sonunda zəifləməsin. Yəni, çünki əməllər sonluqlar var. Bəzi qardaşlar əvvəldə hamısı həvəslə başlayırlar ibadətə, yolun sonunda zəifləmir. Yolun sonunda zəifləmir. Çünki ibrət ilə sonluqlardandır. İbrət sonluqlardandır. Kim ki özündə bir təqsir görürsə də, naqislik görürsə də, ibadətlərində, buna uçuran neynəsin, bu onun tövbə ilə, peşmançılıqla islah eləsin və indiki və gələcək vaxtında niyyətlənsin ki, Allah'a itaətlər eləsin, Allah'a yaxınlaşsın, günahlardan çəkinsin, pisliklərdən çəkinsin və ölümündən sonraki həyat üçün hazırlaşsın və bu yolda, düz olan yolda sabit qalsın, geçsin. Allah Teala istəyir ki, bizləri oruçlarını, qiyamlarını qəbul etsin. Allah Subhanahu bizləri belə neçə Ramazanlara çatdırsın, bizləri xeyir üzərində, təqva üzərində cəm eləsin. Allah Teala bütün müsəlmanları və İslamı izzətləndirsin və şirki və onun əhlini zənn eləsin. Və izləyən olan müsəlmanlara, məzlum olan müsəlmanlara hamısını Allah Teala kömək etsin, zalimlərin hücumundan xilas etsin. Allah Subhanahu istəyir ki, Quranı bizlərin qəlbimizin baharı eləsin, sinəmizin genişliyi etsin. Allah Subhanahu eşidərimizdə olar.